Herkese bugün sizlerle birlikte bitmiş zamanlardan danışırıq. Bitmiş zamanlardan danışarkən ilk növbədə indiki bitmiş zamanlardan danışırıq. Yəni ki, present perfect. İlk növbədə danışaq düzəlmə qaydasından necə düzəlir. Deməli, have, has plus participle to vasitəsilə düzəlir. Təsdiqdə nümunəyə baxaq. I have worked, you have worked. Sadəcə olaraq üçüncü şəxsin təkində, yəni he, she, it verirlərsə, have əvəzinə has işlədirik. Sualda have, has mübtədadan əvvələ keçir. İnkarda isə have, has-dən sonra not inkar hissəciyi artırırıq. Bunun köməyi ilə də inkarını düzəltmiş oluruq. Bəs yaxşı, gəlin baxaq hansı hərəkətlərlə işlənir. Keçmişdə baş verib, nəticəsi göz qabağında olan hərəkətləri bildirmək üçün işlədilir. Gəlin nümunəyə baxaq. I have done my homework. Mən ev tapşırıqlarımı etmişəm. Bəli, ev tapşırıqlarını edib və nəticəsi göz qabağındadır. Biz onun etdiyi ev tapşırıqlarını görürük. Bu zaman işlədirik indiki bitmiş zamandan. Yəni, hərəkət olub bitib, nəticəsi də bizim gözümüzün qabağındadır. Bu zaman işlədirik indiki bitmiş present perfect, yəni have, has plus participle to. Sonra ikinci qaydaya baxaq. Bitməmiş zaman ərzində bitmiş hərəkətləri göstərmək üçün işlədilir. Buna nə daxildir? Today, this week, this month, this year. Bu kimi sözlər görəsiniz burada. Gəlin baxaq nümunəyə. I have bought a new house this week. Bu həftə yeni ev aldım. Bunu nəyə görə bitməmiş zaman ərzində bitmiş hərəkət deyilir? Baxın, deyir ki, bu həftə almışam. Okay. Bu həftə alıb, amma həftə hələ bitməyib. Ona görə bitməmiş zaman ərzində deyilir. Müəyyən bir dəqiq vaxt versəydik, məsələn, bilərdik ki, bazar günü alıb, bəli, artıq həftə bitib. Bu həftə alınıb, bitilib. Deməli, bir də təkrar edirəm, bitməmiş zaman ərzində bitmiş hərəkət nədir, nəyi ifadə edir? Deyir ki, bu həftə ev almışam, amma həftə hələ bitməyib. Okay? Hərəkət bitməyib, həftə hələ davam etməkdədir. Birinci gün, ikinci gün, üçüncü gün, dördüncü gün. Bu şəkildə davam edəcək. Sonra üçüncüyə baxıram. Deməli, since harda görsəz, bilməlisiniz ki, mütləq şəkildə orada işlənəcək. Ancaq və ancaq indiki bitmiş zaman, yəni have, has plus participle to olmalıdır. Sonra since dedik ki, bildirir hərəkətin başlandığı vaxtı, for bildirir hərəkətin davam etmə müddətini. Gəlin nümunəyə baxaq. We have lived in Georgia since 1990. Deməli, biz 1990-cı ildən bəri Gürcüstanda yaşayırıq. Görürsünüz, bu hərəkətin başlama vaxtını bildirir. Davam etmə müddətini for bildirir. We have lived in Georgia for 6 years. Biz 6 ildir ki, Gürcüstanda yaşayırıq. Gördünüz, 1990-dan bəri yaşayıram, since-lə işlətdim, hərəkətin başlama vaxtını bildirdi. For-la işlətdimsə, hərəkətin müddətini bildirir ki, 6 ildir ki, orada yaşayıram, davam etmə müddətini bildirir. Sonra davam edək. Əgər cümlədə since görürsünüzsə, deyirik ki, orada ancaq nə işlənməlidir? İndiki bitmiş zaman. Və since bağlayıcıdırsa, məsələn, baxın, cümlənin ortasında işlənib bağlayıcı kimi. Özündən əvvəl indiki bitmiş, daha sonra keçmiş sadə zaman işlənir. Okay, indi bizim öyrəndiyimiz qaydalar var idi ki, hansı zamanlar bir-birindən uzlaşmır, o zamanlar artıq burada işə yaramır. Since uzlaşmanı pozan yeganə bağlayıcıdır. Normalda biz deyirik ki, indiki ilə keçmiş uzlaşmır. Okay, keçmişlə gələcək uzlaşmır, gələcəklə gələcək uzlaşmır. Bunlar bir-birindən uzlaşmayan zamanlar idi. Amma since varsa, uzlaşma pozulur. Since uzlaşmanı pozan, indiki bitmiş zamanla işlənən yeganə bağlayıcıdır ki, uzlaşmanı pozur. Nümunəyə baxın, since ortada işlənib, özündən əvvəl indiki bitmiş, özündən sonra keçmiş sadə zaman işlənib. Normalda have-lə graduate verə bilməzdik. Deyərdik ki, have indikidir, graduate keçmişdə olmaz. Amma since işlənib deyə bu mümkün ola bilər. Daha sonra how long və since when tipi sual cümlələri görürsünüzsə, orada mütləq şəkildə indiki bitmiş zaman verirsiniz. Və yadda saxlayın. When və what time-dan sonra heç vaxt have, has ola bilməz. Okay, had işlənə bilər, had-i görə bilərsiniz. Amma have-lə has-i qəti şəkildə işlədə bilmərik when və what time-dan sonra. Bunları yadda saxlayın, testlərdə çox istifadə olunur. Daha sonra baxırıq zaman zərflərinə. Today, this-lə olan bütün ifadələr, never, ever, already, just, yet işlənir indiki bitmiş inkar cümlənin sonunda. Once, twice, several times, since, for-la olan ifadələr, recently, lately, tonight. Bu kimi ifadələr hamısı işlənir indiki bitmiş zamanda.
Daha sonra once-ın işlənmə qaydasında bir qədər fərqlər var. Bunlar hansılardır? Once a month, once. Görürsünüz, fərqlər var arasında hamısının. Bu zaman nə edirik? Baxırıq ki, əgər once a month olarsa, once a week olarsa, okay, bu cür verilirsə, artıq bilirsiniz ki, burada indiki sadə zamandır. Nəyə görə? Çünki deyir ki, ayda bir dəfə, gündə bir dəfə, ildə bir dəfə. Bilirik ki, bu vərdiş alınan keçmiş hərəkətdir. O zaman işlənir indiki sadə zaman. Əgər bu cür işlənsə, once bir zamanlar mənasını verirsə, işlənəcək keçmiş sadə zamanda. Once there was a beautiful princess. Okay. Sonra once dəfə mənasını verirsə artıq burada, bir dəfə, iki dəfə, onu da işlənəcək indiki bitmiş zamanda. Daha sonra last year görsəz, keçmiş sadə zaman işlədirsiniz. Amma since last year görürsünüzsə, indiki bitmiş zaman. Yəni orada lastda görüb ona aldanmayın ki, bu keçmiş sadə zamandır. Xeyr. Mütləq şəkildə since-i, yenə dedim ki, since harda görürsünüz, görün, götürürsünüz indiki bitmiş zaman. İndiki bitmiş zamanlardan bu qədər. Gəlin indi danışaq keçmiş bitmiş zamanlardan. Keçmiş bitmiş zamanını ilk növbədə danışaq düzəlmə qaydasından necə düzəlir. Demişdik ki, indiki bitmiş düzəlir have, has plus participle to, amma keçmiş bitmiş düzəlir had plus participle to vasitəsilə. Deməli, təsdiq formada I had worked, you had worked bütün şəxslər üzrə eynidir. Sualda had mübtədadan əvvələ keçir, inkarda isə özündən sonra not inkar hissəciyi artırırıq. Və bunun düzəlmə qaydası. Bəs görək hansı hərəkətlərlə işlənir. Keçmişdə müəyyən bir vaxta qədər və ya başqa bir hərəkətə qədər baş verib bitmiş hərəkəti bildirmək üçün işlədilir. Müəyyən vaxt adətən by sözləri ilə ifadə olunur. Məsələn, by 6 o'clock, by the time, by December, by the end of the month, by Sunday, bu cür. Yəni, by görürsünüz burada. Bu bildirir nəyi? Bildirir keçmiş, bitmiş zamanı. Yəni, onun göstəricisi kimi düşünə bilərsiniz bunu. Daha sonra nədən danışırıq? Daha sonra danışaq when, before, by the time. Bu üç bağlayıcı burada istifadə olunursa, özündən əvvəl istifadə olunur. Past perfect, keçmiş bitmiş, daha sonra past simple. Okay. Və yaxud da ki, when, before, by the time cümlənin əvvəlində gələrsə, özündən sonra keçmiş sadə, daha sonra keçmiş bitmiş zaman işlədilir. Gəlin nümunəyə baxaq. Görürsünüz, when cümlənin ortasındadır. Özündən əvvəl gəlib keçmiş bitmiş, özündən sonra gəlib keçmiş sadə. Daha sonra before cümlənin ortasındadır. Özündən əvvəl gəlib keçmiş bitmiş, özündən sonra keçmiş sadə. Həmçinin də by the time. Özündən əvvəl keçmiş bitmiş, özündən sonra keçmiş sadə zaman işlədilir. Və cümlənin əvvəlində olanda artıq yerləri dəyişir. Birinci sadə zaman gəlir, daha sonra bitmiş zaman. Bu cür. Deməli, tərkibində scarcely, when, no sooner than, hardly when, yenicə, təzəcə, zərfləri olan mürəkkəb cümlələr işlənir. Deməli, birinci tərəfdə işlədilir past perfect, ikinci tərəfdə işlədilir past simple-da. Baxaq. Hardly və bir də buna diqqət yetirin ki, had mübtədədən əvvələ keçir artıq burada. Hardly had I arrived home when it started to snow. Baxın, hardly had arrived home when it started to snow. Evə yenicə çatmışdım ki, qar yağmağa başladı. Burada gördüyümüz nədir? Hardly when bağlayıcısı. Görürsünüz, hardly when birləşməsidir. Görürsünüz. Əgər burada işlənirsə, nə edirdik? Birinci tərəfimiz olurdu keçmiş, bitmişdə, baxın, had arrived. İkinci tərəfimiz olurdu keçmiş, sadədə. Bu qaydanı da yadda saxlayaq. Və görürsünüz, zaman göstəriciləri hamısı by ilə olanlar already before. Okay, indi deyirsiniz ki, already before və bunların bəziləri indiki keçmişdə var idi, keçmiş, indiki bitmişdə də, keçmiş bitmişdə də var idi. Bəs yaxşı, bunları necə fərqləndiririk? Əgər həmin bağlayıcıların işləndiyi cümlədə keçmişlə bağlı bir feil, bir zaman görsəz, artıq orada keçmiş bitmiş götürürsünüz. Yox, əgər keçmişlə bağlı heç bir şey görmürsünüzsə, orada işlədirsiniz indiki bitmiş zamanı. Daha sonra ən sonuncu olaraq danışırıq gələcək bitmiş zamandan. Düzəlmə qaydası necədir? Shall have plus participle to və will have plus participle to vasitəsilə düzəlir. Təsdiqdə I shall have worked, you will have worked bu cür dəyişir. Sualda shall, will əvvələ keçir.
İnkarda özündən sonra not inkar hissəciyi artırılır və diqqətlə baxınca not hara artırılıb? Shall-dən sonra have-dən əvvəl artırılıb. Shall-lə have-in ortasına not inkar hissəciyini artırırıq. Deməli, indi danışaq ki, gələcək bitmiş zaman hansı hərəkətlərlə işlənir? Gələcək bitmiş zaman gələcəkdə müəyyən bir vaxta qədər bitəcək hərəkətləri göstərir. Məsələn, deyirəm ki, əziz şagirdlər, əziz tələbələr, biz gələn ayın sonuna qədər proqramı bitirmiş olacağıq. Görürsünüz, gələn ayın sonundan danışdım və hərəkətin bitməsindən danışdım. Burada by sözünü çox görərsiniz. Burada nümunəyə baxaq. They will have painted the fence by end of the month. Deməli, onlar ayın sonuna qədər divarı rəngləmiş olacaqlar. Onlar hasarı rəngləmiş olacaqlar. Görürsünüz, gələcəklə bağlı bir hərəkətin bitməsindən danışılır ki, gələcəkdə, gələn ayımı, gələn ilmi bu hərəkət bitəcək. Bunu bildirmək üçün işlədirik gələcək, bitmiş zamandan və bir də bayaq gördük orada by sözünü həm keçmişdə var idi, həm də ki, gələcəkdə var idi. Görürsünüz, əgər cümlədə gələcəklə bağlı bir şey varsa, görürsünüz burada nəyi? Gələcək bitmişi, yox, keçmişlə bağlı bir ifadə varsa, orada da götürürsünüz, keçmiş bitmişi bu qədər sadə. Bitmiş zamanlardan da bu qədər.